Salam, hörmətli izləyicilər. Mən doktor Aşam Paşazadə, Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı və uşaq uroloqu. Bu günlərim sizə qasıq yırtıqları haqqında məlumat vermək istəyirəm. Qasıq yırtıqları bizim praktikamızda ən çox rast gəldiyimiz patologiyalardandır. Demək olar ki, ən çox elədiyimiz əməliyyatlardan da biridir. Qasıq yırtıqları özlərini uşaqların qasıq bölgəsində qoz və yaxud fındıq boyda bir şişlik şəklində özlərini biruzə verirlər. Adətən valideynlər bu şişlikləri görəndə çox narahat olurlar, təşviş dolu bizə müraciət edirlər. Lakin bunun səbəbini valideynlərə izah edəndə bunu daha normal qarşılayırlar. Adətən valideynlər bizə bir neçə sualla ünvanlanırlar. Doktor, bu şişlik nədir, keçəcəkmi, mütləq əməliyyat olunmalıdırmı, əməliyyat təhlükəlidirmi, əməliyyatdan sonraki dövr necə keçir? Mən bu suallar haqqında bugün sizləri məlumatlandırmaq istəyirəm. Qasıq yırtığı, qarın boşluğundakı orqanların qasıq nahiyəsinin dəri altından üzə çıxmasına deyilir. Adətən bətin daxili dövrdə qarın boşluğu və qasıq xəralıq arasında incə bir kanal olur. Bu qarın zalı dediyimiz peritonun bir çıxıntısı olur. Bəzən bu çıxıntı bağlanır, bəzənsə bağlanmaya bilir. Əgər bağlanmayıbsa, biz bunları qasıq yırtıqları adlandırırıq və qarın boşluğundakı orqanlar bu periton zarının içərisinə girərək özünü şişkinlik şəklində biruzə verirlər. Bəs doktor, hər uşaqda bu olurmu? Niyə bizim uşaqda rast gəlindi? Qasıq yırtığının səbəbi nədir? Qasıq yırtığı adətən vaxtından öncə doğulmuş uşaqlarda rast gəlinir. Bətin daxili dövrünün 36-38-ci həftələrində bu qarın zarı dediyimiz periton çıxıntısı adətən bağlanır. Bəzi uşaqlarda isə vaxtından əvvəl doğulan uşaqlarda və ya oğlan uşaqlarında daha çox rast gəlinir. Bəzən isə ailəvi bir yatqınlıq olur. Bu uşaqlarda daha çox rast gəlinir. Əgər uşaqlığınızda belə bir problem, belə bir şişlik görmüsünüzsə, valideynlərə ilkin məsləhətimiz bundan ibarətdir ki, ilk növbədə bunu bir şəklini, bir qısa videosunu çəkib bizə göstərməkdir. Bəzən valideynlər bizə müraciət edir ki, doktor, günün bəzi saatlarında biz bu şişliyi görürük, bəzən isə görmürük. Adətən uşaqlar böyüdükcə və yaxud öz qarın daxili təzyiqi artıracaq durumlarda, öskürəndə, askıranda, ağlayanda, ayaq üstə duranda bu şişlik arta bilər, bəzən isə azala bilər. Bəzən bu şişliyin azalmasını qasıq yırtığı keçdi və yaxud bir daha olmayacaq kimi dəyərləndirə bilirlər valideynlər. Əslində isə bu belə deyil. Əgər siz bir dəfə qasıq yırtığının şişdiyini görürsünüzsə, bu geriləməz və yenidən şişəcəkdir. Bəs doktor, bunun ağırlaşması nədir? Əməliyyat olunmazsa bu hansı fəsadlarla özünü göstərə bilər? Adətən ən ağırlaşması bağırsaqların bu yırtıq hissəsinə keçərək boğulmasından ibarətdir. Əgər bağırsaq yırtıq hissəsi içərisinə keçibsə, burada onun qanlanması pozulur, şişlik artır, sərtləşir. Bu hissədəki olan bağırsaq segmenti və bağırsağın nekrozuna, yəni çürüməsinə qədər gətirib çıxarda bilər. Buna görə biz valideynləri əvvəlcədən məlumatlandırırıq. Əgər uşağın qasıq nahiyəsində keçməyən bir şişlik, sərtlik görmüsünüzsə və uşaq ağlayırsa, narahatdırsa, qusması, ürəkbulanması kimi şikayətlər varsa, mütləq vaxt itirmədən bir uşaq cərrahına müraciət etmənizi tövsiyə edirəm. Adətən belə bir şişlik görüldükdə valideynlərə biz tövsiyə edirik ki, vaxt itirmədən planlı bir şəkildə əməliyyat günü alsınlar. Çünki təcili əməliyyatın riskləri normal planlı əməliyyatlardan daha çoxdur. Adətən bu halda uşaqların acılığını gözləyə bilmirik. Bundan başqa bəzən uşaqlar xəstə ola bilər, qrip ola bilər və bu bizə anestezi olaraq riskləri artıra bilər. Buna görə də tövsiyə edirik ki, əgər belə bir şişlik görsəz, vaxt keçirmədən gün olaraq onu planlı bir şəkildə əməliyyat etməkdən ibarətdir bizim planımız. Bəs bunun müalicəsi nədən ibarətdir? Qasıq yırtıqlarında müalicə bir mənalı olaraq cərrahidir. Biz əməliyyat sırasında qarın tərəfindən qasıq nahiyəsinə keçən bu zarı incə alətlərlə ayırıb, onu bağlayıb, yenidən qarın içərisinə göndərib və nəticədə bağırsaq segmentləri və ya qarın daxili digər orqanlar bu kisədən zardan keçib qasıq nahiyəsində bir də keçə bilmirlər.
Bəs əməliyyatın riskləri nədən ibarətdir? Biz həmişə valideynlərə tövsiyə edirik. Əgər uşağın əlavə bir kardioloji problemi yoxdursa, böyrək çatışmazlığı yoxdursa, qaraciyər problemi yoxdursa və uşağın yuxarı tənəffüs yolu infeksiyaları yoxdursa, adətən bu əməliyyat yüksək risk qrupu bir əməliyyatlardan sayılmır və planlı şəkildə əməliyyat etdikdə ağırlaşmalara da demək olar ki, rast gəlmirik. Bəs əməliyyatdan sonrakı dövrdə uşaqlar necə qulluq olunmalıdır, özünü necə aparır uşaqlar? Adətən 2 saat sonra uşaqlar yeriməyə başlayır, qidalandırırıq onu. Bir gün ərzində xəstəxanada müşahidə olunur. Əməliyyatdan sonrakı dövrlərdə isə 3 həftə, 3 ay, 6 ay və 1 il ərzində kontrollara gəlir və adətən bu kontrollarda biz ciddi ağırlaşmaları görmürük. Sonda valideynlərə ünvanlamaq istəyirəm ki, əgər uşağınızda belə bir şişlik görmüsünüzsə, ümumiyyətlə qasıq nahiyəsində, xəyalət nahiyəsində belə bir şişlik, sərtlik, qızarıqlıq, ağrılı belə bir şey görmüsünüz, belə bir patologiya görmüsünüzsə, vaxt keçirmədən bir uşaq cərrahına müraciət etmənizi tövsiyə edirəm. Bu qədər, təşəkkür edirəm.